7 ildir kişi qayıtmır. Boş yerə bilmirəm gəlməyini çox istəyirəm. Boş verə bilmirəm. Yəqin ki, Rusiya gedib, eləmi? Ora gedənlərin hansı qayıdır ki? Sən onu qazanmaq üçün Allah deyir ki, məndən istəyin. Qapını döyənə açılacaq, istəyənə veriləcək. Hansı qapını? O, illərdir, əsrlərdir. Gedirlər Kəbədə qapını döyürlər, o qaradaşa sitayiş edib gəlirlər. Böyle bütün arzular yerinə yetmir ki. Arzuların yerinə yetirilməsi üçün bir qapı var. Biz Allah'ın məbədləri canlı sən bu qapını döyəcəksən, bax bu qapını, qəlbini, ya Rəbb, mənə yol göstər. Mən nə edim, necə edim, həyat yoldaşım qayıtsın evinə, eşiyinə. Bunun üçün öncə sən barışıb bağışlamağı bacarmalısın. Yəni, əgər bir insana qarşı qəlbindəkinin küdürətin varsa, öncə onu əff etməlisən. Çünki səhvsiz insan yoxdur. Bu da sənin sınağındır, bu da sənin acındır. Bəlkə hansısa səhvin cəzasıdır və ya ata-ana evindən gətirdiyin mirasdır. Necə cehiz gətirirsən, elə də miras əməl gətirir insan. Atanın səhvindən, ananın səhvindən miraslar toplanır və evlada ötürülür. Bəlkə onu gətiribsən, mən bilmirəm. Mən falçı deyiləm, sadəcə izah edirəm. Mən harada səhv etmişəm, ya Rəbbim, məni bağışla. Aləmlə qovuşmaq istəyirəm, yoldaşım evimdə istəyirəm. Nə olar, ya Rəbbim, harada səhv etmişəm, mənə anlat, mənə o yolu göstər, mən etiraf edim, bağışlanma diləyim. Bağışladınmı və məni bağışla demək, kimisə bəlkə qəlbinə dəyibsən, elə yoldaşını bəlkə bağışlamayıbsan, bəlkə ona dedikodu edibsən, əlindən qaçıb, belələri də olur. Məsləhətinə şükür, bunları edəndən sonra sən gərək qəlb sevindirəsən, savab sahibi olasan ki, qəlbinə gedəndə, Allahla söhbət eləndə, Quranda bir cümlə var. İnsan öz daxilində Rəbbi ilə tək qalır, qulaq qəlbə yaxın olur. Sən bu qəlbin səsini eşitmək üçün, onu dərk etmək üçün bağışlayacaqsan ki, bağışlanılasan, sevindirəcəksən ki, sevinəsən. Bu qanunlara itaət edəndən sonra qəlbinə gələndə sənə künolenti kimi xəyalında gedəcək. Harada səhv etdiklərin, kimi qınayıbsan, kimə lağ edibsən, kimin dalınca qeybət edibsən, kimə bəddua yağdırıbsan, kimi tənəyə qalxıb təkəbbürlə cavab veribsən. Bunlar hamısının dalında bizi mühakimə etmək, cəzalar gözləyir. Bu da hansısa səhvin cəzası ola bilir sənə. Boş vermə, amma onlara itaət etsən, yoldaşını qazana bilərsən. Əziz Yeva,